Salam əziz izləyicilərimiz. Bizə dəstək olmaq üçün videonu bəyənin lütfən. Bugün sizə Azərbaycan mətbəxinin əvəzolunmazlarından olan kələm turşusunun çox, amma çox asan və cəld hazırlanan bir reseptini göstərəcəyik. Bu reseptin ən gözəl tərəfi də elə budur. İnanılmaz dərəcədə tez başa gəlir və cəmi bir neçə dənə hər yerdə tapılan ərzaqla hazırlamaq olur, yəni heç bir mürəkkəb şey yoxdur. Yaxşı, onda gəlin başlayaq. İlk işimiz, əlbəttə ki, bu möhtəşəm nəticəni almaq üçün lazım olan çox sadə ərzaqları bir yerə toplamaqdır. Baxın, siyahımız bu qədər bəsitdir. Bir dənə kələm, rəng və yüngül şirinlik verməsi üçün 2 çuğundur, əlbəttə ki, ətir üçün bir baş sarımsaq, biraz acılıq üçün acı biber və turşumuzun əsasını təşkil edən qaya duzu ilə su. Vəssalam. Deməli, ərzaqlarımız hazırdır. İndi keçək hazırlıq prosesinə. Heç narahat olmayın, bu hissədə sizi zərrə qədər yormayacaq. Deməli, nə edirik? Kələmi götürüb, istədiyimiz ölçüdə dirimləyirik. Çuğunduru mümkün qədər nazik doğrayırıq ki, o da kələmlə birgə eyni vaxtda yetişsin. Sarımsaqları təmizləyirik, biberləri isə bütöv saxlayırıq. Belə olanda turşuya həddindən artıq acılıq vermir, sadəcə yüngül, xoş bir dad qatır. Hə, bax, bu çox vacib bir məsləhətdir. Bunu yadda soxlayın. Məntiqi də çox sadədir. Dilimlər nə qədər nazik olsa, turşuma prosesi bir o qədər sürətli gedir. Bu da bizə imkan verir ki, bütün tərəvəzlər eyni anda tam hazır olsun. Və gəldi, çatdıq ən maraqlı yerə. İndi bütün hazırladıqlarımızı bir araya gətirib bankaya yığacaq. Bu mərhələdə biraz diqqətli olmaq lazımdır. Proses super asandır. Götürürük bankanı, dibinə bir neçə diş sarımsaq atırıq, sonra bir qat kələm, üstündən də bir qat çuğundur. Elə bu qaydada banka dolana qədər davam edirik. Bax, bu qat-qat yığmaq ona görə yaxşıdır ki, həm dad, həm də çuğundurun o gözəl rəngi bütün bankaya bərabər şəkildə yayılır. İndi isə gəldik turşunun canına, yəni duzlu suyuna. Bax, burada diqqətli olun. Qayda belədir. Hər 1 litr adi kran suyuna bir dolu xörək qaşığı iri, yəni qaya duzu tökürük. Bir də xahiş edirəm, adi xörək duzundan, yodlu duzdan qətiyyən istifadə etməyin. O, turşunu yumşaldıb xarab edə bilər. Ancaq qaya duzu. Demək olar ki, işimiz bitdi. İndi sadəcə biraz səbirli olub fermentasiya prosesinin öz işini görməsini gözləmək qalır. Bu zaman cədvəli də prosesi çox aydın göstərir. İlk 3 gün bankanı elə mətbəxdə otaq temperaturunda saxlayın ki, qıcqırma prosesi, yəni fermentasiya başlasın. 4-cü gün isə götürüb qoyursunuz sərin bir yerə, məsələn eyvana və ya zirzəmiyə və düz bir həftə sonra turşumuz tam hazır vəziyyətdə olur. Uğurlu nəticə üçün sonuncu, amma çox vacib bir məsləhət də verim. Mütləq əmin olun ki, hazırladığınız duzlu su tərəvəzlərin üstünü tamamilə örtür. Bir dənəsi belə quru qalmamalıdır. Və bir də ki, qapağı o qədər möhkəm bağlayın ki, içəri heç bir yerdən hava girməsin. Bu, turşunuzun xarab olmasının qarşısını alacaq. Vəssalam, bu qədər. Ümid edirəm ki, siz də hazırlayacaqsınız. Hazırlayan hər bir kəsə indidən nuş olsun deyirəm. Çox maraqlıdır. Bəs sizin ən sevdiyiniz turşu hansıdır? Bəlkə sizin də özünüzə məxsus xüsusi bir reseptiniz var. Rəylərdə mütləq bizimlə bölüşün. Gəlin bir-birimizdən yeni şeylər öyrənək. Daha çox belə məlumatlar, reseptlər üçün bizi izləyin və hələlik sağ olun.